Salamlar. Tam da bu havanı yemək deyib, neçə vaxtdır yaddaşda saxladığım küftə bozbaş reseptini nəhayət ki sizlərlə bölüşürəm. Əvvəlcə sümüklü qoyun ətini soğan, duz və istiotla qaynamağa qoyuruq. O qaynayan zaman biz küftələri hazır edək. Çəkilmiş mal və qoyun ətinə yumru düyü, soğan, duz, istiot, sarı kök əlavə edib, içərisinə də turşu qoyub küftə hazırlayıb, soyuducuda gözləməyə qoyuruq. Ərzaqların tam miqdarını videonun açıqlama bölümünə qeyd etmişəm. Qaynadılmış ətləri sudan çıxarıb, suyu süzgəcdən keçirib, yenidən bu dəfə küftələrlə birlikdə qaynamağa qoyuruq. Suya doğranmış pomidor, soğan və kartoflar, qaynadılmış noxud, pul biber, sarı kök, zəfəran və qaynadılmış ətləri də əlavə edib daha 30-40 dəqiqə bişiririk. İnanın mənə çox dadlı bir küftə bozbaş reseptidir. İzləyənlərə təşəkkür edirəm. Hər kəsə xoş izləmələr, hazırlayanlara isə nuş olsun.